Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli alə Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. İlahi göstərişlərə tabe olmaqla Allahın rəhmətini öz üzərinizə cəlb edin. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə şəriət dərsləri davam eləyir. Bilirsiniz ki, şəriət dərslərində biz namaz qılan kəsin məkanı barəsində danışırdıq. Və bugün digər şərtlərlə davam edəcəyik. Üçüncü şərt budur ki, insan namazı başlayıb sona çatdıra biləcəyi bir yerdə namaz qılsın. Məsələn, əgər insan qalmağı haram olan bir yerdə namaz qılsa, uçuq bir divardır və yaxud uçma ərəfəsində olan bir divarın altında namaz qılsa, o kəsin namazı doğrudur, amma etdiyi əməl günah və haram işdir. Həmçinin üzərində oturub durduğu əşyanın, məsələn, namaz xalçasıdır, üzərində Allahın adı var. Həmin o Allah sözünün üstündə oturub durmaq, yəni o xalçada namaz qılmaq həm haramdır, həm də qıldığı namaz batildir. Həmçinin alimlər ədəb qaydası olaraq buyururlar ki, yaxşı olar ki, Peyğəmbərin və imamların qəbrinin qarşısında namaz qılınmasın. Lakin imamların və yaxud Peyğəmbərlərin qəbri, yəni arxası qəbrə namaz qılınsa və hörmətsizliyə səbəb olarsa, o halda qılınan namaz batildir və insan haram iş görmüş olur. Dördüncü şərt budur ki, insan namaz qıldığı məkan, tavanı və yaxud da ki, yeri o qədər, tavanı o qədər alçaq olmamalıdır ki, insan orada ayaq üstə namaz qıla bilməsin. Yox, əgər insan həmin o tavanı alçaqdan olan yerdə namaz qılmağa məcbur olsa, o zaman oturaq halda namaz qılmalıdır. Səcdə və rükunu da edə bilmədiyi halda işarələr ilə, yəni başı ilə işarə edərək yerinə yetirməlidir. Beşinci şərt budur ki, namaz zamanı qadın kişidən qabaqda dayanmamalıdır. Yəni, qadının səcdə etdiyi yer, kişinin səcdə etdiyi zaman dizlərini qoyduğu yerdən arxada olmalıdır. Bu məsələdə isə məhrəm və yaxud da naməhrəm heç bir fərq etməz. İkisinə də bu hökm şamildir. Lakin namaz zamanı qadınla kişinin arasında təqribən 5 metr məsafə və yaxud da divar, pərdə kimi maneələr olsa, o zaman namazlarının heç bir problemi yoxdur. Həmçinin namaz qılanın səcdə yeri, yəni səcdəyə getdiyi yer, durduğu yerdən 4 qapalı barmaqdan çox hündür və yaxud da 4 qapalı barmaqdan aşağı olmamalıdır. Naməhrəm kişi və həmçinin də qadının bir yerdə günaha düşmə ehtimalını verdikləri yerdə dayanmaları haramdır və alimlər buyurur ki, ehtiyata əsasən həmin yerdə namaz qılmasınlar. Namaz qılanın məkanına aid şəriət hökmlərini nəzərinizə çatdırdıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.